Salamlar hər kəsə, növbəti dərsimizdən sizləri salamlayıram. Bugünkü dərsimizdə sum, average, count, max və min funksiyalarını öyrənəcəyik. Bunlar ilk fundamental biliklərdir toplama çıxmadan sonra. Yəni bunları bilməsək data analitikada Excel yolunda heç nə bilmərik. Ən yaxşı keçək dərsimizə, orada hər şey izah edə bilərik. Burada dostlar gördüyünüz kimi yazmışıq. Sum, average, max, min. Burada da çoxlu rəqəmlərimiz var. Başlayaq elə sumla. Birinci sumda nə edirik? Toplayırıq. Rahatcana toplamaq. Buradan formulasa giririk. Sum məhdədir. Buradan toplayacağımız rəqəmlər çəkilir. Burada number 1, number 2 var. Onlardan da istədiyiniz qədər seçə bilərsiniz. Biz number 1-la işləyirik. Hamısını seçdiniz, gördüyünüz kimi 12142 alındı. Bu da üstünə 2 dəfə tıklayanda soldan funksiya çıxır. İstərsiniz dostlar, belə də yaza bilərsiniz. Bərabərdir sum mötərizə, bunların hamısını seçib mötərizəni bağlayıb digər. İndi average. Average nə işə yarır? Average gördüyünüz bütün ədədləri toplayır, sayına bölür. Ədəd ortanı tapır bir növ. Burada more functions'dan, statistikaldan average'ə rahatcana çata bilərsiniz. Burada ədədləri bölürük, gördüyünüz kimi. Əslən number 1-ı hamısını yazırıq, özü bilir sayı nə qədərdirsə. Həmin eləyir 337 tam %27.78. Bunu homa girib dostlar, gördüyünüz mən getdiyim yerə, oradan vergülləri azaldaraq 337.13 yaza bilərsiniz. Yəni count. Count nə edir? Gördüyünüz ədədlərin sayını tapır. Count var dedik. Count dostlar, statistika, more functions'dan statistikala giririk. Burada yenə əsas burada elə ki fundamental biliklərdə top çərçivəyə yerləşdirir hamısını. Sayını tapır. 36 yəni ədəd var. Belə saydığımız kimi 6 4 4 9 36 bəli. Keçək max funksiyasına. Max da min nə edir? Max ilə min funksiyası gördüyünüz yerdə demək olar ki, ən böyüklə ən kiçiyi tapır. Minimumdan maksimum nöqtələr. Burada statistikalı olmalıydı. More functions. More function statistikalında olmalı, səhv eləmirəmsə. Ya da belə tapa bilmirsə tez bərabərdir. Max mötərizə açıb seçək. Mötərizəni bağlayaq. Gördüyünüz kimi burada ən böyük ədəd 8890. Belə də baxsaq bir nəzəri baxışdan 8890. Mən indi bura 36 ədəd yazmışam. Böyük databaselərdə 1000-2000 rəqəm olur deyə. Bu funksiya çox əlverişlidir. Keçən min funksiyasında 1000 də maxın tərsi ən kiçik nöqtəni tapır. İşləmə prinsipləri indi. Biri ən kiçik, biri ən böyük. Burası aralarında fərq var. Cüzi bir fərq. Burada 4 gördüyünüz kimi dostlar.
Növbəti videoda dostlar, bunun if olanlarını araşdıracaq və öyrənəcəyik. Bu videodan bu qədər. Əgər kanalın faydalı olduğunu düşünürsənsə, like et və abunə ol, həm də alqoritmə dəstək.